Muhteşem bir heyvandı yani. Salam aleykum hörmətli izləyicilər, yeni videomuza xoş gəlibsiniz. Keçən videolarda yeni balıqlar gələcəyini sizə bildirmişdim. Əslində mən 2 növüm gələcəyini bilirdim. Mənə gəlib çatdığında o 2 növ 6-7 növə çıxıbdı. İlk növbədə mənə gələn və mənim bu aralar koridoraslara olduqca marağımın olduğunu bildiyi üçün koridoras göndəribdi. Bir də bunu bildirim ki, bu videoda görmüş olacağınız bütün yeni balıqlar Ağdaş Zoomağaza Ruslan dayıdan gəlibdi və hamısını hədiyyə göndəribdi. Hətta reklam və s. də yoxdur. Bu videonu çəkəcəyimdən xəbəri də yoxdur. Yəqin ki, YouTube'da kəşfiyyatına zada çıxsa elə biləcəkdir bu videonu çəkdiyimi. Burada gördüyünüz koridoraslar göndəribdi. 2 dənə bronz koridoras var. Həmçinin bitkilərdən çəkə bilsəm 2 dənə mərmər qurami göndəribdi. Bunlar qırma quramilərdir bildiyim qədərilə. Arxada gəzdilər əksərən. Daha yaxından çəkə bilsəm paylaşaram daha sonra sizin üçün. Koridorasların biri buradadır. Baxın, qurami oradadır. Bu formada mərmər 2 dənə qurami göndəribdi. Bununla yanaşı bu tərəfə keçəcək olsaq, balıqlar xırda olduğu üçün bura qoymuşam. Ramirezlərimiz var. Bu formada Bolivian ramirezi balıqları. Həmçinin papkaytik balıqlarımız var. Həmçinin burada gold ramirezi balıqlarımız var. Bir 3 dənə gold ramirezimiz var. Bununla yanaşı moli, həmçinin ananas mitinoz, ananas qılınc quyruq olaraq keçən qılınc quyruqlarımız var. Bir cüt cinsiyyətləri hal-hazırda bilinmir. Sizə mənim favorilərimi göstərim. Və bunları uzun müddət istirdim. Sözün açığı bu onun satış boyu deyil. Əlində bu ölçü vardı. Mənim də uzun zamandır istədiyimi bildiyi üçün sağ olsun göndərdi. Yəni bu qədər istədim axırda göndərdi. Gördüyünüz kimi burada ramirezlərimiz var. Sonra belə sizin üçün daha yaxından çəkmək istəyirəm. Papkaytikləri. Baxın burada Ramirez Gold var. Ramirez Goldlar da çox gözəl balıqlardır. Yəni inşallah böyüdə bilsə olduqca gözəlliklərə sahib olacaqlar. Sonra bu mələklərin arasında özlərini göstərərlər. Elə akvariumu izləyə montaj eləyirdim ki, bu papkaytik qabağa çıxdı belə. Möhtəşəm bir heyvandır yəni. İnşallah tez müddətdə böyüyərlər. Bunları skalyarların içində görərik inşallah. Bu formada. Ramirezlərdən biraz böyükdür, amma qəşəng rəngi alıbdır. Videomu izlədiyiniz üçün təşəkkürlər. İnşallah gələcək videolarda yenidən görüşərik. Özünüzə və heyvanlarınıza müğayət olun. Görüşmək ümidi ilə.